Onun əli ilə oğlum, mən oğlumu vurub öldürübdür. Polis gəlib aparıb öydən polis işləyir. O aparıb, vurub öldürən də polisdir. Ağdaşda böyük vəzifədə işləyən Nicat adlı oğlan bunun keçib qabağını zad eləyib, bunun qabağı ilə gedirmiş. Keçib sola. Sola keçib, Kamran İsmailov da soldan keçib sağa, mənim uşağımı vurub soxub ağaca. Bugünkü günətən cinayətkarın adını çəkmirlər. Vilayət Eyvazov güya Bakıda baxacaqdı, öz səviyyəsində. Getdim, mənə vəkil pulu verdi, 5000 ki, get vəkil tut. Vəkil tutmuşam, indi vəkil yazıb verir, Şəkər Plitasiya Məhkəməsinin hakimi zad eləmir, cinayətkarın adını çəkmir. Deyir, cinayət İlhamda olub, İlham eləyib, özü də ölüb. Bütün xalq görüb, bütün Ağdaş cəmaatı görüb. Oğlum, işi bugünkü kameralar atan götürüb gizlədiblər. Vilayət Eyvazov, Kamran Əliyev, güya hər ölüyə 100.000 həmin bu komissardan pul alıblar. Deyir, komissar da mənə 150 metrə, 200 metrə daramız. İsmail Əliyev cəmaata danışıb ki, ip çəkib göyə çıxsa gənə mən tutdura bilməz. Mən hər ölüyə 100.000 verib özümü qutarmışam. Münasib Qasımovu da, mən oğlumu da öldürüblər. Bugünkü günətən işə baxılmır, 1 il 7 ay olub. Mən da yerim yoxdur deyib deməyə. İlham Əliyevə saysız telegramalar vurmuşam. Mehriban xanıma, xanım demirəm, onlar cani, qancıq, ifritəyə 1000 dəfə telegrama vurmuşam. Bugünkü günətən mən işimə baxıb oğlumu araşdırmırlar. Mənim səsimi dünyaya yay ki, Vilayət Eyvazov, Kamran Əliyev, qoyduğum polislərə, məmurlara tapşırıqlar ki, cəmaatı döyün, öldürün, soyun, torbalayın, pulu yığın, göndərin bizə. Bax, bizim başımıza, öyümüzdə, məhləmizdə, otduğum yerdə Nüyvar balamı gəlib aparıb, Kamran Əliyev, o uğraşına kişi. Sənin dədən ölürsə, dədəyin çoğurun Ağdaşın toxu, ay Kamran Əliyev. Cicin ölürsə, cicin çoğurun Ağdaşın toxu, ay Kamran Əliyev. Məni o nervlərimi pozmuşsan, sənin balaların ölürsün. Vilayətə də deyirəm, Sədə deyirəm, Seyfullah Əzimova da deyirəm. Oğlum, mənim səsimi dünyaya yay. Nə qədər canımda nəfəsim var, bu uğraşları bütün dünyaya yayacağım. Oy, bu müharibələr zadlar səngizin, getmədiyim ölkə qalmayacaq. And olsun Allaha, and olsun Allaha, keçib Ermənistanın prezidenti Paşinyandan gelib sığınacaq istəyəcəm. Nəyə görə Fadil Əsgərov sənlə görüşdüm, əjdaha kimi oturmuşsan İlhamın qapısında. Nəyə görə də araşdıracağım deyib araşdırmadın. Axırda da mənim uşağımı Kamran Əliyev, hamınızın barmağı var, qoyub pusquyu öldürdürdünüz. Niyə? Nə vermişdi mənim uşağım? Mənim uşağıma uşaq pulu vermişdiniz. Qapı süt sata balaya baxmışdım. Belə bala az ölsün. Ay arvadlar, anaları deyik bu uğraşlar. Ay götlər, ay qancıqlar. Sizin belə bala az ölsün balam kimi. Mənim dilimi kəssə Allah kəsər. Sizin kimi qəhbə uğraşlar mənim dilimi kəsə bilməz. Niyə 1 il 7 ayda iş araşdırmırsınız? Niyə mənim oğlumuz keçib sağa vurub ağaca soxan uğraşına kişi çöldə gəzməlidir? 2 dənə nişanlı oğlan öldürüb. Niyə? Niyə şərəfsiz uğraşlar? Sizin kimi bala, belə sənin kimi qabil qardaş, şərəfli qardaşlarıma Allah yol açsın. Gəlin Azərbaycana. İlham Əliyev də ölüb, bu cəmaatı qırdıran. İlham Əliyev də ölüb, tər-tərdə cəmaatı qırdıran. İlham Əliyev də ölüb, Bədu İmişlidə 5 dənə tələbəni vurub öldürüb, iş araşdırmır. İlham Əliyev də ölüb, İlkin Hüseynovun üstünə Kamran Əliyev, o qız yandırılıb öldürən qızın üstünə, dad eləyib, İlkin Hüseynovun üstünə yıxan. Bəsdir, bu millət sizə buratan doyub. Ay İlham Əliyev, yahudiləri gətirib. Mingəçöyrün su anbarına din zadı yazdırıb, tilisimi yazdırıb, töydürüb. Bakıya su anbarına tilisim yazdırıb, töydürüb. Eyl oturmuşsan vəzifədə. Sənin də balan ölsün, ay İlham Əliyev. Bir dənə balan meydini gör, ay İlham Əliyev. Sənə deyirəm, siz hamınız şərəfsiz, alçaq, gəlib Azərbaycan xalqının başına aşmadığınız oyun yoxdur. Bütün dünya ölkələrinə səslənirəm. Mən balamı Kamran Əliyevin barmağı var öldürdürüb. Ona görə 4 dəfə görüşdüm ondan. Beygiriyyət, alçaq mənim işimə baxmadı. Baxmadı mənim işimə. Qabil qardaşım, mənim səsimi nə tər danışıram, bütün dünyaya yay. Şəklimi də qoy, bax belə. Sağ ol, öpürəm sən kimi şərəfli qardaşlarımı. Salamat qalın, Allah sizdən razı olsun.